ərazidə antisiklonik bloklanmanın yenidən aktivləşməsi gözlənilir. Nəticədə artıq noyabr ayının 19 axşama doğru və 20-si artıq gündüz saatlarında orta troposferdəki antisiklonik bloklanmanın daha da güclənməsi və ərazidə hava şəraitinin bloklanmasına səbəb olması gözlənilir. Ümumilikdə noyabr ayının 19-undan 25-i günün birinci yarısına qədər olan müddət ərzində Qafqazın cənubunda orta troposferdə atmosfer təzyiqinin bugünkü günlə müqayisədə günü-gündən ekstremal dərəcəyə qədər atmosfer təzyiqində artım gözlənilir. Nəticədə orta troposferdə havanın tam olaraq bloklanması, küləklərin çox zəif əsməsi gözlənilir ki, nəticədə gündüz saatlarında Azərbaycan ərazisində, Qafqazın cənubunda, Qafqazın şimalında, Azərbaycan ərazisində hava şəraitinin gündüz saatlarında sabit keçməsi, lakin gecə saatlarında və səhər erkən saatlarda isə qatı dumanlı hava şəraitinin bir çox ərazilərdə müşahidə edilməsi ehtimalı var. Bu proses nəticəsində bir sıra avtomobil yollarında görüş məsafəsinin kəskin azalması qəza riskini bir xeyli artıra bilər. Artıq noyabr ayının xüsusilə də 22-si və 23-ündə bu güclü antisiklonik bloklanma Qara Dəniz ərazisində aktiv olacaq. Amma bu sistemin bir qolunun da Qafqaz regionundan və Azərbaycan arasından keçməsi gözlənilir. Nəticədə noyabr ayının 22-si və 23-ündə də Respublika arasında hava şəraitində kəskin dəyişiklik ehtimalı çox zəif, minimum bir ehtimaldır. Artıq noyabr ayının 25-nə doğru bu antisiklonik bloklanmanın mərkəzinin Xəzər dənizinin şimal-şərqinə və Mərkəzi Asiyaya doğru yaxınlaşması və artıq Qara Dənizin qərbində, Aralıq dənizinin şərqində isə noyabr ayının 25-i axşam saatlarından başlayaraq orta troposferdə Qara Dəniz ölkələrində atmosfer təzyiqinin bir xeyli azalması gözlənilir. Nəticədə mövsümün ilk güclü soyuq hava dalğasının ilkin siqnallarının noyabr ayının 26-sında artıq bu siqnalın müşahidə edilməsi gözlənilir. Noyabr ayının 26-sı axşama doğru və 27-ci günün birinci yarısında artıq Qara Dənizin qərbindən lokal xarakterli, lakin intensiv ekstratropik siklon sisteminin ərazidən keçməsi gözlənilir. Artıq noyabr ayının 27-si axşama doğru və 28-ci günün birinci yarısında Qara Dənizin qərb rayonlarında, Türkiyənin qərbindən və Aralıq dənizinin şimalından intensiv xarakterli ekstratropik siklon sisteminin keçməsi və Avropanın mərkəzindən, şimalından Arktik hava dalğasının artıq Türkiyənin qərb rayonlarına noyabr ayının 28-sində yaxınlaşması gözlənilir. Bu prosesin daha da kəskinləşməsi fonunda artıq noyabr ayının 29 günün birinci yarısında isə Türkiyənin şimal, qərb və mərkəzi rayonlarında hava şəraitinin kəskin soyuması gözlənilir.